Salam, hər vaxtınız xeyir olsun. 99 sınaq toplusundan sınaq nömrə 17-nin izahını eləyəcəm. Deməli, 5 nömrəli sualda ə, açıq hava konserti baş tutacaq Romada, İtaliyada iyulun 22-sində məşhur müğənnilər, Avropadan olan məşhur müğənnilər iştirak edəcək. Biletlər girişdə satın alına bilər. A bəndində deyir ki, konsert iyulda baş tutacaq. Bəli, elə A bəndi doğrudur. Digərlərin yanlışlığına baxaq. Yəni A bəndinin burada elə iyulun 22-si olacağı deyilir. Konsert Berlində olacaq, amma Berlində yox, Romada, İtaliyada olacaqdı. C bəndində deyir ki, biletlər yəni pulsuzdur, amma burada deyir ki, purchase satın alına bilər. Sadəcə İtaliyadan olan müğənnilər deyir iştirak edəcək, amma burada deyir Avropadan olan məşhur müğənnilər. 7-də isə deyir ki, konsert 3 gün 3 günlük davam edəcək, amma burada sadəcə iyulun 22-si olacağı deyir onu. Sonra A bəndində deyir ki, mən çox belə məmnunam, şadam sənin dəstəyin üçün mənim bu təqdimatım ərzində. Sənin məsləhətin kömək etdi mənə ki, özümü daha əmin hiss edəm. Deməli, Clara Jamesə yazıb məktubu. A bəndində deyir ki, Clara Jamesin məsləhətindən imtina etdi. Xeyr, əksinə deyir, sənin məsləhətin mənə kömək eləmişdi. Clara təşəkkür edir Jamesin o dəstəyinə görə. Elə B bəndi doğru olacaq. C bəndində deyir ki, James, yəni bu məktub alan şəxsi deyir, James Clara'dan kömək istəmişdi. Kömək istəməmişdi. Clara özü ona, daha doğrusu James Clara'ya məsləhət vermişdi. D bəndində deyir ki, Clara xoşbəxt olmadı, yəni sevinmədi, məmnun olmadı məsləhətə görə, amma əksinə burada grateful deyirdi, həm də deyir mənim özümü feel confident, rahat hiss elətdirdi. Y bəndində isə deyir ki, Clara təqdimat hazırlamadı, əksinə təqdimat hazırlayırdı. Burada deyir axı təqdimat hazırlayır və ona həmin təqdimata görə məsləhət veribdi. Sonra 7-də sən dəvət olunursan mənim doğum günü partimə 6-cı gün axşam, şənbə günü axşam saat 6-da mənim evimdə sizin hamınızı burada görəcəyimizə ümid edirəm. A bəndində Emma yazır bunu dostlarına. A bəndində deyir ki, Emma dəvət edir öz dostlarını doğum günü partisinə. Elə A bəndi doğru olacaq. Bir də deyir ki, Emma dostlarına xahiş edir ki, hədiyyə gətirsin. Burada heç hədiyyə ilə bağlı heç nə yox idi. Emma imtina edir doğum gününü keçirtməkdən. Amma ki, burada doğum gününü dəvətnamə yollayır. D-də deyir ki, Emma xahiş edir dostlarından ki, parti təşkil eləsin. Xeyr, belə bir şey də yox idi. Emma doğum günü partisinə deyir gedəcək, yəni getmə planı var. Xeyr, özünün doğum günü partisi idi, dostlarını dəvət eləyirdi. Sonra mətnimizdə deməli, mətndə deyir ki, Miyajima kiçik bir adadır, Hiroşima yaxınlığında, yəni Yaponiyada. O adlanır Deer, maral adası, çünki çoxlu sayda marallar yaşayır orada. Bu heyvanlar qorxmurlar insanlardan və rahat bir şəkildə, sərbəst bir şəkildə küçələrdə, restoranların yaxınlığında, məbədlərin ətrafında gəzirlər. Turistlər zövq alırlar onları yedizdirməkdən, şəkillərini çəkməkdən və bəzən maraq doğuran, yəni hər şeylə belə maraqla həvəsli olan marallar tərəfindən izlənilə də bilirlər. Sonra Yaponiya mədəniyyətində maral müqəddəs heyvan hesab olunur və sülhün və dostluğun rəmzidir. Onlar əlaqəlidirlər dinlə və Allahın elçiləri hesab olunurlar. Bu səbəbə görə də Miyajimada marallar ehtiyatla qorunurlar və yerli əhali tərəfindən hörmət olunurlar. Ada həmçinin məşhurdur onun tarixi yerlərinə görə, xüsusilə də Itsukushima məbədinin, daha doğrusu ziyarətgahının Tori qapısına, darvazasının belə large genişliyinə, böyüklüyünə görə. Əgər deyir su, deməli belə yüksək qabarma ərzində qala qapısı əgər deyir o suda üzərsə,
Sehirli bir sirli bir belə mənzərə görünüş yaradır. Çox səyahətçilər deməli gəlirlər, görsünlər bu unikal, yəni təkrarsız, bənzərsiz bir mənzərəni və ziyarətgahı araşdırsınlar, hansı ki UNESCO-nun irsinə, dünya irsinə daxil olubdur, irs kimi tanınır. Miyajima tarixi, dini, təbiəti və heyvanları bir yerdə birləşdirir. Onu elə bil ki, make it one of the most attractive, cəlb edici təyinat yerlərindən, ən cəlb edici yerlərdən biri edir. Ya həm yaponlar, həm də beynəlxalq turistlərin hər ikisi üçün. Deməli, bir də mətnimiz nə haqqındadır deyir. Yaponiyadakı müxtəlif dinlər haqqında, Hiroşima şəhərinin tarixi, UNESCO-nun irsi, sonra Yapon məbədlərinin konstruksiyası, yəni tikilisi, marallarına görə tanınan Yapon adası ilə olacaq cavab Y bəndi. Çünki elə mətnin əvvəlində də burada o haqda bizə məlumat vermişdi ki, həmin dedi ada Yaponiyada yerləşir və Maral adası adlanır. Sonra 9-cu sualda mətn ardını tamamlamadı. Maral A bəndində deyir ki, qəfəsdə saxlanır, xeyir. B bəndində deyir ki, insanlar arasında walk free, sərbəst bir şəkildə yeriyə bilirdi. Elə B bəndidir. B bəndinin yeri burada deyirdi ki, bu heyvanlar insanlardan qorxmurlar və rahat bir şəkildə küçələrdə, restoranların yaxınlığında, məbədlərin ətrafında gəzirlər. Cavab ona görə olur B bəndi. Sonra onda false, yanlış variant istəyir bizdən. Marallar dinlə əlaqəlidir. Bəli, burada əlaqəli olduğunu deyirdi. Deməli, bir dəqiqə yerini tapım. Deməli, burada deyir ki, connected əlaqəlidir dinlə, həmçinin Allahın elçiləri də hesab olunurlar. Ona görə A bəndi doğru olur. B bəndində deyir ki, turistlər onları həm yedizdirirlər, həm də şəklini çəkirlər. B bəndi burada var idi. Onları feedingsə, mən taking photos şəkillərini çəkirlər. C bəndində ada cəlb edir həm yaponları, həm də turistləri ilə ən sonuncu cümləmizdə deyir ki, həmişə xüsusi qəfəslərdə saxlanır. Əksinə qəfəslərdə yox olur, azad bir şəkildə gəzirdilər. Y bəndində isə deyir ki, tarix, təbiət, heyvanları, yəni bir burada deyirdi ki, tarixi, dini, təbiət və heyvanları bir yerdə birləşdirir. Y bəndi də ona görə doğru olur. Sonra 11-ci suala belə baxaq, bir yerdə görünsün. Deməli, deyir ki, nə üçün çox insanlar bura səyahət edirdilər. A bəndində deyir ki, deməli, maralları və məşhur Tori qapısını görsünlər deyə. Bəli, elə əsas buna görə idi ki, burada da deyirdi ki, onun tarixi yerlər var, xüsusilə də belə bir qapısı var, yəni Tori qapısı və insanlar da ən çox bunları görməyə gəlirdilər. Sonra 12-ci suala baxaq. 12-ci sualda bizdən doğru variantı istəyir. Marallar sülhün və dostluğun rəmzi hesab olunur. Bəli, burada deyirdi. Deməli, dostluğun və sülhün rəmzidir. Bu bir var. Deməli, biri götürürük. Sonra ikinci cümlədə deyir ki, yerli əhali qorunur, yerli əhali qoruyur və marallara hörmət edir. Bəli, bu cümlədə eyni ilə var idi. Burada deyir ki, marallar ehtiyatla qorunurlar və yerli əhali tərəfindən onlara hörmət olunur. Deməli, 2-də düzdür. 3-də deyir ki, marallar ovlanırdı. Xeyr, bu yanlışdır. 4-də deyir ki, marallar afraid of people, insanlardan qorxurdular. Amma burada baxsaq, not var, deyir, onlar qorxmurdular insanlardan. Sonra bir də 5-ci cavabda isə turistlərə onları yedizdirməyə icazə vermirdi. Amma əksinə buradakı cümlədə deyirdi ki, axı onlar onu feeding zəm yedizdirdilər, şəkillər çəkirdilər, hətta onların. Ona görə cavabımız burada olur 1 və 2.
Sonra 13-cü sualdan artıq qaydadır. Deməli, baxaq nə qaydasıdır? Bu zaman qaydasıdır. Next var, gələcək zaman, zamanın zaman zərfidir. Ona görə olacaq will. 14-də passive voice məhsul növü istəyir. Məhsul növdə demişdik cümlə hansı sözlə başlayırsa ondan başlayan cümləni çıxırıq. Sonra cümlənin feilinə baxırıq. Yəni xəbərinə explain keçmiş zamandır. Keçmiş zaman olan yerdə biz was ya da were üstə gələk P2 ed axtarırdıq. Cavab olacaq, ona görə Y bəndi. Sonra modal qaydasıdır. C-də will'in B-si yoxdur, able-ın to-su yoxdur, should-dan sonra to olmaz deyə səhvdir, qalırıq A ilə B arasında. O deyir, çox sürətlə danışırdı. Mən onu başa düşə bilmədim. Tərcümə ilə olur B bəndi. Sonra deməli visit-in belə bir qaydası var ki, visit-dir, harm-dır, call-dır, answer-dir, help-dir, respect-dir. Bu 6 dənə sözümüz, əgər bunlar isim kimi olarsa, özündən sonra to gəlir, onda burada visit isim olur. Yəni səfər mənasını verir. Yox, əgər feil kimi olarsa, artıq özündən sonra heç bir sözünü qəbul eləmir. İndi burada da A və Y-lik əvəzliyi verilir. Y-lik əvəzliyi təbii ki, özündən sonra isim istəyəcək. Özündən sonra isim istəyəcəksə, deməli bizə to lazımdır. Ona görə cavab olacaq A bəndi. Sonra 17-də boşluqdan sonra birbaşa feil gəlib. Boşluqdan sonra birbaşa feil bir who-dan, bir də ki, what-dan sonra gələ bilər. Amma burada variantımızda what yoxdur. 18-ci sualda mübtəda xəbər uzlaşması qaydasıdır. Ofa qədər baxıram, list təkdədir deyə xəbərimizdə təkdə olur. Yəni 1 və 3 will be həm tək xəbər sayılırdı, həm cəm xəbər sayılırdı. Sonra 19-cu sualda deməli boşluqdan sonra cümlə gəlib, tam tərcümə ilə olacaq bu. Deyir ki, müəllim xəstə olduğuna görə bugün dərs olmadı. Görə mənasında verən burada C bəndidir. 20-ci sualda play-dən sonra musiqi aləti adı gəldiyi üçün Z işlənir. Dəqiq yaş məlum deyildisə an article olurdu. Burada da early, yəni sait səslə başladığı üçün an article veririk. Cavab olur Y bəndi. Altından xətt çəkilmiş söz famous'dir. Famous sözünün sinonimini istəyir, yəni məşhur deməkdir. Məşhur da olacaq burada popular. Sonra incorrect yanlış variantı istəyir. Yanlış antonim cütlüyünü istəyir bizdən. Obtain əldə etmək, accept əldə etmək, rise qalxmaq, fall düşmək. Deməli, enter daxil olmaq, exit çıxış etmək. Burada A bəndi olacaq. Mən burada üzr istəyirəm. Səhv dedim tərcüməsini. Obtain əldə etmək, accept qəbul etmək. Yəni ikisi də bir-birinə sinonimdir da. Bunlar bizdən amma antonim, yanlış olan antonim cütlüyünü istəyir. Elə cavabımız olur A bəndi. Sonra 23-cü sualda deməli ölçüsü eyni olan bu olur equal, yəni bərabər. Çox vacib olacaq essential. Essential da önəmli, vacib deməkdir. Important'ın sinonimidir. Fluent də axıcı səlis deməkdir. Deyir, danışa bilirsən və ya da asanlıqla səlis bir şəkildə danışıb yaza bilmək olur C bəndinə. Sonra 10 il adlanır decade. Teacher told cümlənin ortasında şəxs əvəzliyinin adlıq forması gəlməz, amma obyekt əvəzliyi gələr. İkinci tərəfdə isə boşluqdan sonra isim gəlibdir. Mine özündən sonra isim istəmir. Ours axırı S-dən olan özündən sonra isim istəmir. Ona görə cavab qalır 2 və 5.